Siz bizə dərsdə verdiyiniz informasiyanı necə alırsınız? Siz onları necə hiss edirsiniz? Bunu bizə izah edə bilərsiniz? Rav, yəni necə ki, alim deyək ki, astronomiya ilə məşğul olur, o kainata baxır və yaxud geoloq yerin dərinliyinə baxır. Onun peşəsidir. Yəni mən hamıdan daha çox və daha əvvəl görür. Mən də elə, mən bəşəriyyəti baxanda və orada baş verənləri görəndə və oradakı baş verənlərdən mən anlayıram ki, o indi olduğu vəziyyətdən daha aşağı bir vəziyyətdədir. Biz islah prosesində biraz tələsməliyik. Dudi, biz bilirik ki, adətən siz bağlı qapılar arasında özünüz məşğul olursunuz və biz bilmirik siz orada nə edirsiniz. Mən xatırlayıram ki, bir dəfə sizdən soruşdum. Siz mənə dediniz ki, bu kabalistin işidir. Və biz indi sizdən soruşmaq istəyirik. Kabalist kimdir? Rav, kabalist bu o insandır ki, o yaradanla əlaqədədir və bütün həyatını o bu istiqamətdə irəliləməyə sərf eləyib. Biz sözlərlə necə ifadə edə bilərsiniz kabalistin hisslərini? Rav, mən insanlar, bəşəriyyətdə fəaliyyət göstərən qüvvələri görürəm. Dudi, Rav heç vaxt öz ruhani dərk etməsindən danışmır. Bəlkə o istəyir ki, biz özümüz gələk dərk etməyə. Həmçinin biz hiss edirik ki, bizim dilimizlə ruhani aləmdən olan təəssüratları ötürmək çox çətindir. Çünki o çox zəngin bir hissiyatdır. Lakin bizim dünyamızdır, bizim arxivdə xüsusi bir bizim parçamız var, onu sizə göstərmək istəyirik. Oren soruşur, siz birinci dəfə nuru nə vaxt hiss etdiniz? Rav, mən bunu deyə bilərəm, çünki mənim şagirdlərimin çoxu bunu bilir. İnsan birinci dəfə nuru o zaman hiss edir ki, o kabala elmini öyrənməyə başlayır və qəfildən, doğrudan da qəfildən ona müəyyən bir aşkarlanma gəlir. O özünü elə bil ki, bir bulutların içində və yaxud bir dənizin ortasında hiss edir, bir istilik, sevgi mühitində hiss edir, hansı ki, ona hər tərəfdən təsir edir. Elə bil ki, bu dünya mövcud deyil. Elə bil ki, bu dünya mövcuddur, lakin ondan başqa o xeyirxah, gözəl, nəfəs alan bir atmosfer hiss edir. Və bu hissiyat adətən insanın nurla tanışdığı birinci hissdir. Oren, biz necə bilə bilərik ki, kabalist həqiqi kabalistdir? Rav, biz kabalist haqqında heç bir şey deyə bilmərik onların hərəkətlərinə görə. Nəyə görə? Çünki burada anlaşılmaz bir şey yoxdur. Hər kəs özünü gizlədə bilər ki, onun dərk etməsini bilməsinlər. Sual, bəs belə olan halda sizin kimi kabalist necə? Axı sizin milyonlarla şagirdiniz var. Rav, əgər o kabalist yaradanla olan əlaqəsində hiss edirsə ki, hər hansı bir əməli yerinə yetirməlidir, deyək ki, bizimki kimi bir dövrdə yaşayır və o bəşəriyyətlə çalışmalıdır və müəyyən bir əməlləri, ruhani əməlləri yerinə yetirməlidir. Həm maddi formada, həm ruhani formada o onu yerinə yetirir. Mən kifayət qədər səyahət etmişəm Birləşmiş Ştatlara, Cənubi Amerikaya, Rusiyada və digər başqa yerlərdə müxtəlif leksiyalar vermişəm. Mən doğrudan da dinləmək istəyənlərlə işlədiyimi görmüşəm. Biz ruhani aləmi aşkar etməyə can atmırıq. Həqiqət ondadır ki, aşkar ediləsi bir şey yoxdur. Çünki o mövcud deyil. Biz onu qurmalıyıq. Bizim münasibətlərimizdən qurmalıyıq o ali aləmi. Bizim islah olunmuş keyfiyyətlərimizdən qurmalıyıq o ali aləmi. Kabalistin 24 saatı.